Salam dəyərli müəllimlər, hər vaxtınız xeyir olsun. Mən kurikulum üzrə təlimçi Elgün Əhmədov. Bugün iyun ayının 20-sində sertifikasiya imtahanına düşən sualları sizlər üçün təqdim edəcəm. Və qeyd edim ki, burada olan 3 sual imtahanda tam şəkildə düşən sual formatıdır. Yəni, heç bir fərqlilik, yanlışlıq yoxdur. Baxın, bir nömrəli sualımızda deyilir ki, taksonomiya ilə bağlıdır bir nömrəli sualımız. Şagirdlər müxtəlif xalqların mədəniyyətini, həyat tərzini dərin mənbələr əsasında tədqiq edir və debata hazırlaşırlar. Debata hazırlayırlar. Situasiya idrak taksonomiyasının hansı mərhələsinə aiddir? Təbii ki, əgər şagirdlər müxtəlif xalqların mədəniyyətini, həyat tərzini araşdırıb debata hazırlaşırlarsa, təbii ki, debat varsa burada dəyərləndirmə mərhələsi öz əksini tapır. Çünki debat zamanı şagirdlər araşdırdıqları xalqların mədəniyyətini, həyat tərzini nə qədər düzgün araşdırdıqlarını əsaslandıracaqlar və arqumentlər gətirib qarşı tərəfi inandıracaqlar. Deməli, bu sualımızda doğru cavab dəyərləndirmək olacaq. Digər bir sualımızda deyilir ki, hansılar yanlışdır? Aha, baxaq görək hansılar yanlışdır. Eyni metoddan bir sinifdə istifadə olunursa, eyni yaş səviyyəsinə uyğun dəyişilmədən digər siniflərdə də tətbiq olunmalıdır. Çünki şagirdlərin yaş səviyyəsi və idrak fəallığı bir-birinə yaxın olur. Bu sizcə doğru cavabdırmı? Təbii ki, xeyr. Niyə doğru deyil? Çünki axı eyni metoddan bir sinifdə istifadə olunursa, yaxşı nəticə verirsə, bu o demək deyil ki, digər sinifdə də yaxşı nəticə verə bilər. Hər bir sinifin öz xüsusiyyəti var, fərqlilikləri var. Ona görə də biz bunların hər birini nəzərə alaraqdan suallar, tapşırıqlar tərtib etməliyik. Deməli, yanlışın biri elə olacaq, bir nömrəli cavab. 2-də deyilir ki, şagirdlərin öyrənmə tərzinə uyğun müəllim metodika seçməlidir. Bu müəllimin pedaqoji çevikliyinin göstəricisidir. Bəli, doğru olacaqmı 2? Düzdür. Yəni, müəllim hər bir sinifin öz öyrənmə tərzinə uyğun metodika seçməlidir və bu müəllimin pedaqoji çevikliyinin göstəricisidir deyə bilərik. 3-də deyilir ki, dərs zamanı metodikanın dəyişməsi şagirdlərin diqqətini yayındırır. Buna görə də sabit struktura sadiq qalmaq lazımdır. Baxın, sabit struktur sözü təbii ki, yanlışdır. Və dərs zamanı müəllimin metodikanı dəyişməsi niyə şagirdin diqqətini yayındırsın ki, əksinə, əgər bir üslubla gedəriksə, bu yorar sinifi. Dəyişkən üsullardan istifadə etmək daha çox effektivdir. Buna görə 3 yanlışdır. Yanlış olduğuna görə 3-ü də götürürük. 4-də deyilir ki, tədris metodlarının seçimi yalnız təlim nəticələrinə əsaslanmalıdır. Bəli, tədris metodu təlim nəticəsinə əsaslanır. Amma yalnız sözünə görə yanlışdır. Çünki yalnız təlim nəticəsinə əsaslanmır. Metodu seçərkən mən əlavə nəyə diqqət yetirməliyəm? 1. Sinifdə şagird sayına. 2. Sinifin maddi texniki bazasına, fiziki quruluşuna yəni. Görək bizim sinifimizdə nələr var, nələr yox, lövhə varmı, stol sayı varmı, qrupla iş keçirirəm və cütlərlə uyğun bir infrastrukturum varmı? Şagirdlərin yaş səviyyəsinə və s. kimi məqamlara da diqqət yetirməliyik ki, mövzunu da diqqətdə saxlamalıyıq. Deməli, yalnız təlim nəticəsi sözü yanlışdır. Deyir, şagirdlərin maraqları nəzərə alınmamalıdır. Şagirdlərin maraqlarını da nəzərə almalıyıq. Deməli, cavab olacaq 1, 3, 4, yəni Y bəndi. 5-də deyir, metodik çeviklik müəllimin dəyişkən öyrənmə vəziyyətinə uyğun bacarıqlarını əks etdirməlidir. Bəli, təbii ki, doğru bir fikirdir. Yəni, müəllimin dəyişkən öyrənmə vəziyyətinə uyğunluğu onun metodiki çevikliyi deməkdir. Bu da doğru olduğu üçün bunu seçmirik. Cavabımız 1, 3 və 4 olacaq. Bu tipdə suallar müəllimlərin yadında tam qalmır bəzən. Ona görə biz bunları təqdim edə bilmirik sizə. Amma bugün əldə etmişik bu sualı. Digər sual deməli, nümunəmizə baxaq gəlin sizinlə. 3 nömrəli sual. Bu sualı da biraz əvvəl gördüm, amma orada cavabı səhv götürülmüşdü deyəsən. Yəni, onu da yəqin səhv çatdırmışdılar. Dünən mənə də bir sualı yanlış çatdırmışdılar. Orada yaratmaq götürmüşəm. Əslində, izah elədiyim situasiyada yaratmaqdır.
Sadəcə müəyyən hissələr olmadığına görə, nümunələr əsasında fəaliyyət tətbiq olunduğuna görə onu biz orada tətbiq etmək götürürük artıq. 3 nömrəli sualda deyilir ki, şagirdlər ölkəyə gələn turistlər üçün bəlli bir plan hazırlayırlar. Bu, yenə deyirəm, dəqiq bir sualdır. Azərbaycanın müxtəlif bölgələrinin görməli, gəzməli yerlərini, abidələrini araşdırırlar. Daha sonra müasir texnologiyalarla virtual şəklini hazırlayırlar, haqqında mətn yerləşdirirlər. Virtual gəzinti xəritəsini təqdim edirlər. İnteqrasiya növünü seçin. Burada ilk növbədə gəlin bölgələrimizdən danışır, Azərbaycanın bölgələrindən. Coğrafiya fənni ilə, misal üçün, texnologiyaları əlaqələndirək, olsun informatika, misal üçün, informatika. Olsun bu fənlər arası inteqrasiya, fənlər arası. Şagirdlər bununla bağlı bir plan hazırlayırlar, araşdırırlar və sonunda təqdim edirlər. Biz nə demişdik? Şagirdlər bir işi icra edirsə, hal-hazırda birbaşa. Deməli, burada nə var? Fənüstü inteqrasiya var. Deməli, fənüstü inteqrasiyada cavabımızda öz əksini tapır. Və nəzərə alsaq ki, şagirdlər burada mətn yerləşdirirlər, mətn yazırlar. Həm yazmaq var, mətn yazmaq, həm virtual şəkildə görmək var. Bunlar hamısı da əsasən oxuyub anlama, dinləyib anlama bacarıqlarının əlaqələndirilə bilər. Fəndaxili inteqrasiya da burada öz əksini tapır. Cavabımızda da, imtahanda da eyni ilə fənn üstü, fənn daxili və fənlər arası inteqrasiya götürülübdür cavabımız. Belə. Ona görə də doğru cavab Y bəndi olacaq. Növbəti sualımızda deyilir ki, bu biraz yarımçıq sualdır. 4 nömrəli sual və 5 nömrəli sual. 4-də belədir sualımız. Deyir, müəllim şagirdlərə cütlərlə iş tapşırıb. Cütlərlə iş tapşırıbdır. Şagirdlərdən biri digərinin fikrini qəbul etmir və aralarında mübahisə yaranır. Belə bir situasiyada müəllimin hansı addımı daha doğru olar? A-da deyir ki, dərsdən sonra bu şagirdləri saxlamalı. Onlara bu məsələni başa salmalıdır. Cütlərlə iş zamanı problem baş verirsə, bunu sonraya saxlamaq problemi həll etmir. Sonra problemi həll edirik biz. Hal-hazırda anındaca müdaxiləmiz lazım idi. Anındaca müəllim şagirdlərə düzgün istiqamət verir. Baxın, bu doğru cavabımız burada elə B variantı olub. Anındaca düzgün istiqamət verir. Yəni, müəllimin edəcəyi ən doğru addım anındaca düzgün istiqamət verməkdir. Desəz, ay müəllim, digər variantlar hardadır? Cavabında deyəcəm ki, yəni sualı deyən müəllimin 2 variant yadında qalmışdı. Biri doğru variantdır, digəri də yanlış variantdır. Daha yanlışlara özümdən uydurma eləmədim ki, yəni də imtahanda qarşınıza başqa cavab çıxıb, onu ora yazmayaq. Anındaca müəllim şagirdlərə düzgün istiqamət verməlidir. Doğru cavabımız B variantı imtahanda deməli çıxıbdır. Bəli, yəni cütlərlə iş zamanı şagird digərin fikrini qəbul eləmirsə, müəllim ona yönləndirmə eləyə bilər ki, yoldaşı ilə bağlı düzgün nəticəyə gələ bilsin. B olacaq burada da. 5 nömrəli sual qiymətləndirmə ilə bağlı olub. Burada deyilir ki, müəllim formativ qiymətləndirmə keçirir. Yəni, gündəlik formativ qiymətləndirməsini aparır. Şagirdlərdən biri, onsuz da əsas summativ qiymətləndirmədir. Bir çox uşağın dediyi real bir cümlə. Formativdə iştirak etməyimin bir mənası yoxdur, deyir. Hər şey summativdən asılıdır. Bu zaman müəllimin atacağı addım daha, hansı addım daha doğru olar? Əgər uşaq, baxın, cavab belə olacaq. Təxmini belə olmalıdır ki, əgər uşaq formativ qiymətləndirmə mənasını başa düşmürsə, yəni mahiyyətini anlamırsa, müəllim formativ qiymətləndirmənin nə üçün vacib olduğunu həmin şagirdə bir daha izah etməlidir və əgər formativ qiymətləndirmə zamanı yaxşı fəaliyyət göstərməzsə, summativdən də nəticəsinin ürəkaçan olmayacağını başa salmalıdır. Birbaşa bundan aşağı nəticə göstərsən, o da aşağı olacaq yönümündə yox. Sadəcə izah eləməlidir ki, bax, formativdə sən gündəlik yaxşı nəticə göstərməyin və yaxud da ümumiyyətlə iştirak etməyin önəmlidir. Sırf yaxşı nəticə göstərməlisən deyə deməsi də doğru deyil. Yəni, gündəlik fəaliyyətin, araşdırmağın, rəy verməyin, yoldaşına özünü qiymətləndirməyin, verilən mövzunu mənimsəməyin, sabah summativdən daha yaxşı nəticə göstərməyinə şərait yaradacaq. Buna görə də çalış ki, nə edəsən, formativ qiymətləndirmədə aktiv iştirak edəsən. Yəni, formativin bir sözlə üstün tərəflərini müəllim uşağa başa salmalıdır.
Baxın müəllimlər, iyul ayından etibarən artıq bizim müsahibə qruplarımız fəaliyyətə başlayır. Əlaqə nömrəsini qeyd edirəm. Kim istəsə müsahibə qruplarımız üçün qeydiyyat ola bilər. 050 697 78 33 nömrəsinə yaza bilərsiniz. Dərslərimiz canlı şəkildə keçiriləcək. Müsahibə hazırlıqlarımız canlı şəkildə siz bizimlə eyni müsahibə formatında dərslərdə iştirak edəcəksiniz. Müsahibə mərhələsinin əsas önəmli faktoru təbii ki, kurikulumu, metodikanı yaxşı bilmək, icmal haqqında məlumatlı olmaq, sertifikasiyadan gedir söhbət. Bunlar çox önəmlidir. Özünü təqdim etmə, sinifdə dərsin düzgün təşkili, yəni planlaşdırma ilə bağlıdır, təlim nəticəsi, qiymətləndirmə. Bunların hamısını biz sizə tam geniş şəkildə mənimsədəcəyik və qiymətlər də hər biriniz üçün, belə deyim də, uyğundur. Demək olar ki, ən uyğun qiyməti biz sizin üçün müəyyənləşdirmişik və müraciət edərək dərslərimizə qoşula bilərsiniz. Hər birinizə uğurlar arzu edirəm. Sağ olun, salamat qalın.